Olaraq həbslərin tam əksəriyyəti sonraki açıqlamalardan da, istintaq işlərindən də, olanda məhkəmə hökmlərindən də görünür ki, əsasən korrupsiya ilə bağlı olur, rüşvətxorluqla, büdcədən və vətəndaşdan, cəmiyyətdən oğurluqlarla bağlı olur və əslində də heç bir o tipli qərara cəmiyyət mənfi münasibət göstərmir. Çünki cəmiyyət bilir ki, bu hakimiyyətin məmurlarının 99%-i oğurluqla məşğuldur. Və prinsip etibarıyla hakimiyyətdə olan şəxslərin demək olar ki, deyək hər halda, istənilən şəxsini korrupsiya ithamı ilə həbs eləmək mümkündür. Ona görə də hətta korrupsiyaya görə həbs edəndə də bunun əslinə qalsa həmin şəxsin əməlinə dəqiq cavab olduğunu qiymətləndirsək belə, sual yaranır ki, niyə o korrupsioneri həbs edirlər, bu korrupsioneri həbs eləmirlər? Niyə bir korrupsioneri həbs edirlər, yerinə başqası gəlir, bir neçə aydan sonra məlum olur ki, heç də əvvəlkindən müsbət tərəfə fərqlənmir. Yenə deyirəm, ona görə də söhbət gerçək islahatlardan gedirsə, azadlıqlardan danışmaq lazımdır, onlara yol açmaq lazımdır, monopoliyalara son qoymaq lazımdır.